Bəzi fe'li sifət şəkilçiləri təsriflənən fe'l şəkilçiləri ilə qrammatik cəhətdən amonimdir. Məsələn, acaq əcək şəkilçisi gələcək zamanın şəkilçisi ilə, malı məli vacib şəkli, asrəsi lazım şəkli, mış üstü 4 şəkilçisi isə keçmiş zaman şəkilçisi ilə amonimdir. Əvvəlcə fe'li sifətə aid nümunələr yazaq. Məsələn, acaq əcəyə aid deyiləcək sözlər çox idi. Malı məli, yuyulmalı, qablar stolun üstündə idi. Asrəsi baxılası film tapa bilmirəm. Keçmiş zaman mənalı fe'li sifəti də yaza bilərik. Yazılmış məktub və yaxud yazılmış məktublar buradadır. İndi bu nümunələrə əlavə olaraq da həmin bu sözləri, daha doğrusu bu şəkilçilərlə təsriflənən fe'l nümunələri yazaq. Bu sözlər sənə deyiləcək. Qablar yuyulmalıdır. Filmə səhər baxılasıdır. Məktub yazılmışdır. Eyni tipli nümunələri yazıram ki, fərqi daha yaxşı başa düşə bilək. Nəqli keçmiş zamanın şəkilçisi mütləq özündən sonra şəxs şəkilçisidir. Fe'li sifət, sifətin xüsusiyyətlərini daşıyır. Yəni, fe'li sifətin sifətə aid cəhətlərinə nəzər salsaq, görərik ki, o da sifət kimi isimdən əvvəl gəlir. O da sifət kimi necə, nə cür suallarına cavab verir. Sonra özündən sonra gələn sözü müxtəlif cəhətdən izah edir. Biz sifəti öyrənəndə dedik ki, sifət əşyanın əlamət və keyfiyyətini bildirir və cümlə daxilində sifət olan sözlər özündən sonra mütləq əşya tələb edir. Fe'li sifəti də sifət kimi fikirləşək. Elə bir ki, sifətdir, özündən sonra mütləq isim gəlməlidir, onu müxtəlif cəhətdən izah eləməlidir. Necə ki, sifət cümlədə təyin vəzifəsində işlənir, fe'li sifətdə cümlənin təyini olmalıdır. Məsələn, çox idi, cümləni təhlil eləyək, mübtədanı tapaq. Çox idi, nə çox idi? Sözlər çox idi. Hansı sözlər? Deyiləcək sözlər. Burada tamamilə sifətin xüsusiyyətini daşıdığına görə, yəni həm cümlənin təyinidir, həm özündən sonra isim gəlib, əşya gəlib. Deməli, bu cümlədə nədir? Fe'li sifətdir, özündən sonra əşya gəlib. Stolun üstündə idi. Nə stolun üstündə idi? Qablar. Hansı qablar? Yuyulmalı qablar. Burada da yuyulmalı sözü özündən sonra gələn əşyaya aid olduğuna görə və cümlənin təyini vəzifəsində işləndiyinə görə, demək burada da olacaq fe'li sifət şəkilçisi. Baxılası film tapa bilmirəm. Tapa bilmirəm. Nəyi tapa bilmirəm? Filmi tapa bilmirəm. Hansı filmi? Baxılası filmi. Yenə də özündən sonra gələn sözü tamamlığa izah elədiyinə görə bu cümlədə fe'li sifət kimi işlənib, cümlənin təyinidir. Buradadır. Nə buradadır? Məktublar. Hansı məktublar? Yazılmış məktublar. Deməli, uşaqlar, cümlə daxilində gördüyümüz kimi təyin vəzifəsində işlənir bu sözlər. Təsriflənən fe'l cümlədə niyə təyin vəzifəsində işlənsin ki? Təsriflənən fe'l cümlədə fe'li xəbər vəzifəsində işlənməlidir. Yəni, ümumiyyətlə, fe'li xəbərin ifadə vasitələrinə nəzər salsaq, görərik ki, fe'li xəbər təsriflənən fe'llərlə ifadə olunmalıdır. Bu sözlər cümlənin təyinidirsə, demək, bunlar təsriflənən fe'l deyil də, təsriflənməyən fe'ldir. Amma digər nümunələrə nəzər salsaq, görərik. Bu sözlər sənə deyiləcək. Yadında saxla,
Acaq-acaq şəkilçisi həm fe'li sifət düzəldir, həm də gələcək zamanın şəkilçisidir. Və gələcək zamanın şəkilçisi olduğunu bilmək üçün özündən sonra bir şəxs şəkilçisi artırıb bunu rahatlıqla müəyyənləşdirə bilərsən. Məsələn, bu sözlər sənə deyiləcəkdir. Dırdirdən istifadə edib, əgər sözdən sonra şəxs şəkilçisini artırdımsa, düzdür, bəzilərində onsuz da dırdir var, amma eləsi var ki, orada dırdirdən istifadə olunmur. Məsələn, deyiləcək formasında da yazıla bilər. Biz bunu rahatlıqla tapmaq üçün ora bir dənə artırırıq. Amma fe'li sifətə həmin şəkilçisini artıra bilmirik. Deməli, burada nədir? Təsriflənən fe'ldir, gələcək zamandadır və xəbər şəklindədir. Qablar yuyulmalıdır. Yuyulmalıdır. Qabların yuyulmağı vacibdir. Nə yuyulmalıdır qablar? Deməli, burada vacib şəklindədir, fe'li sifət deyil. Fe'li sifət olsaydı özündən sonra mütləq hər hansısa bir əşya tələb eləyərdi. Baxılasıdır. Baxılmağı lazımdır. Deməli, burada da olacaq lazım şəklinin əlaməti. Məktub yazılmışdır. Keçmişdə. Keçmiş zaman şəkilçisidir, xəbər şəklindədir. Özündən də sonra dırdır şəxs şəkilçisindən istifadə olunur. Amma fe'li sifəti cümlə daxilində özündən sonra dırdirdən istifadə edə bilmirik. Məsələn, deyiləcəkdir sözlər. Elə olmaz axı. Yuyulmalıdır qablar stolun üstündə idi. Yəni qətiyyən məntiqi cəhətdən də uyğun gəlmir. Ona görə də belə nümunələri